Ərəf surəsi 199-201-ci ayələrdə əff və güzəşt yolunu tut, yaxşı işləri görməyi əmr elə, nadanlardan üz döndər. Əgər şeytan tərəfindən təhrik edici bir vəsvəsə səni təhrik eləsə, Allaha pənah var. Çünki o eşidən və biləndir. Şübhəsiz təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, dərhal Allahı yadlarına salaraq özlərinə gələr və onda gözalçı olarlar. İsam İbni Müstələq deyir ki, Mədinə şəhərinə daxil olanda gördüm ki, İmam Hüseyin əleyhissalam cəhcəlalla gəlir. Deyir, onlara qarşı qəlbimdə kin var idi, əsəb var idi. İmama yaxınlaşdı, deyir, sən Əbu Turabın oğlusan, əsəbi. İmam dedi ki, bəli. Başladı imama pis-pis sözlər deməyə, alayiq sözlər deməyə. Çünki onun atası Həzrət Əli əleyhissalamdan düşmən idi. Deyir, İmam Hüseyin əleyhissalam mənim bu sözlərimi diqqətlə dinlədi, qulaq asdı. Çox sakit və aramla oxuduğum ayəni oxudu. Deyir, mən bunları eşitdiyib, çox peşman oldum. Həzrət mənim peşman olduğumu bilən kimi bu ayəni oxudu. Bugün sizə qarşı heç bir məzəmmət yoxdur, Allah sizi bağışlayar, o mehribanların ən mehribanıdır. Sonra buyurdu ki, bizi təhqir etmək Şam cəmaatının qaydasıdır, adətidir. Muaviyə öyrədib onları bizə qarşı. Sonra dedi ki, nə hacətin var, nə çətinliyin var, qəribsən, gəl gedək evimizə, acımısan yemək verim. Paltarın yoxdur, paltar verim. Yatmağa yerin yoxdur, qal bizdə. Deyir ki, xəcalət çəkdim. Dedim, ay Allah, bir yer yalısı idi, girərdim sən.